40 minlik, 50 minlik Mercedes-in motorxanasız bu qədər qorunmur. Bizdən avtomobil sifariş edənlərin yarısı bu sualı verir. Gəlir deyir ki, qardaş, bu deyirlər bəs bu BYD-nin dəmiri nazikdir. O birinci ona anlayışdır. Yəni qardaş, yəni bildiyin Hyundai, Kia, yəni nə gözləyirsən bu avtomobildən? 40 minlik, 50 minlik Mercedes-in motorxanasız bu qədər qorunmur. Artıq o dönəm dəyişdi. Bunu nəzərinizə alın ki, artıq gəlib bazarda 23 minə Panorama Mercedes, 18 min, 19 minə 400 almaq zəmanəsi artıq bitib. Bax bu cür avtomobillər. Bir dənə xahiş edirəm, bunun bir dənə kapotun ağırlığına, amortisasiyasına bax. Mən bunu necə başa salım sizə? Bunu gəlib özünüz görməlisiniz, bilməlisiniz. Baxın, avtomobilin eksteryeri, interyeri, bundan artıq avtomobil təhlükəsizliyi üçün əlindən gələn hər şeyin artıqlamasından eləyir. Ümumi olaraq bax bu gördüyünüz avtomobil Tesla Model Y ilə birbaşa rəqibdir. Bundan əlavə olaraq bax bu avtomobildə 8 ədəd hava yastığı, zolaq tanıma, sizin avtoparking etməyiniz üçün kömək, dəstək xidməti, qəza zamanı qəzanın qarşısını alma, toqquşma xəbərdarlığı, adaptiv kruz kontrol. Bundan artıq bir avtomobildə nə olsun? Ondan sonraki funksiyalara keçəndə isə avtomobil panoramik tavandır, adaptiv left faralardır. İnteryerdə qara və kərpiç, tünd kərpiç rəngidir, kariçni deyirik biz ona. Superdir də qardaş. Start-stopla bax elektron monitordur, elektron pribordur. Burada açqı qoymaq yeri zadı. Superdir. Yəni sözün əsl mənası bu avtomobil bir şey ki 100 kilometr elektriklə məsafə verir. Bundan əlavə olaraq tam şarj və tam dolu benzinlə avtomobil 1200 kilometr hərəkət edə bilir, məsafə qət edə bilir. Və bundan əlavə olaraq onda demək istəyirəm ki, 4.7 litr sərfiyyat edir. Bu əsl bütçə avtomobilidir. Yəni bunu bilməlisiniz. Gedib köhnə illi avtomobilə vəsait ayırmaqdansa, qardaş 25-in avtomobilidir. Bagaj genişliyi istəyirsən, bagaj genişliyi. İnteryer gözəlliyi istəyirsən, interyer gözəlliyi. Eksteryer gözəlliyi istəyirsən, eksteryer gözəlliyi. Və alacağınız avtomobilin qiyməti isə aldığınız Sarento'nun, Santa Fe'nin, Koreya avtomobillərindən söhbət edirəm. Yəni onlar da gözəl avtomobillərdir, amma yeniliyə keçmək lazımdır. Yəni biz Koreya avtomobili də satırıq, Amerika avtomobili də gətiririk. Biz sizə keyfiyyət veririk. Amerikadan da, Koreyadan da, Çindən də. Sadəcə olaraq müzakirə obyektivi olanda mən sizə deyə bilərəm ki, bax bunu onsuz da gəlib sifariş verəndə ya Koreya, ya Amerika sifarişlərinizi verirsiniz. Amma həqiqətən də avtomobillər gözəldir. Yəni haqqını yemək olmaz. İndi bəzi şeylərə görə indi buna baxaq. Çox onun yanında fırlandıq. Bunu da göstərək. Qardaş. Gəl bura, gəl. Deyir, dəmiri zəifdir, qurban olun. Dəmiri deyir, zəifdir, dəmiri. Altı çürük. Bir altın zat çək baxaq görək. Bəlkə həqiqətən çürükdür. Bunlar gedib hardan avtomobil alırlar, qardaş. Demirəm, 6-0 maşın göstərirlər. Qardaş, 6 pas, 6 çürük, 6 əzik falan, veşman. Sən niyə gedib, hansı elə bir eksportyorlardan şirkətlər var ki, adını çəkmək istəmirəm. Mən heç kimlə işimiz yoxdur bizim. Yəni, onu alınmayın. Gedib 50 min getmiş maşını sıfırlayırlar, yeniləyirlər və satışa sunurlar. Sonra deyirlər, altı paslayıb, böyrü çatlayıb, arxası kulişlər yerindən buraxıb. Bunlar boş-boş məsələlərdir. Yəni, ağlı kəsən istənilən insan bilə bilər ki, sıfır avtomobillərdə əzizim, elə problemlər olmur. Yəni, bunlar da zavod defekt dediyimiz problemlər olur ki, onu da birbaşa şəkildə bizim tərəfimizdən ödənişi kompensasiya olunur. Avtomobillər hansısa bir problem baş verdiyi zaman nəzərinizə çatdıraq ki, bizim gətirdiyimiz, bizim sizə keyfiyyət verdiyimiz avtomobillərin 1 il 50 min kilometr zəmanəti var. 1 il 50 min kilometr, yəni az bir müddət deyil. Və bu zəmanəti istədiyiniz vaxt artıra da bilərsiniz bundan əlavə olaraq. Bizim rəsmi servisimizə yaxınlaşaraq Qarabağ import olaraq biz sizə bütün keyfiyyətləri verməyə çalışırıq. Tək bir keyfiyyəti yox. Belə deyəlim sizə, bizim işimiz bu maşın qardaş gətirdik, verdik. Gedib meyvəlidən götürərsən, sifarişini verdin, gidin invoice nədə yox. Bizdən avtomobil alan şəxslər özləri də görür ki, biz həm daşınmada müştəriyə can yandırırıq, həm avtomobil alışında məsləhətlər veririk. Yəni deyirik qardaş, bunu alacağıma get bunu al. Yəni elə müştəri olur ki, Q07 istəyir, amma baxırıq ki, onun ailə vəziyyəti Unize'yə uyğundur. Çanqan. Biz Unize BYD-yə deyirik ki, son plus al və yaxud da ki və s. Siz də Qarabağ Avto İmporta yaxınlaşaraq həqiqi keyfiyyətdən xəbərdar ola bilərsiniz və keyfiyyətli şəkildə alğı, satqılarınızı həyata keçirə bilərsiniz. Çünki Azərbaycanda bir nömrə olan avto import məhz Qarabağ Avto İmportdur.